50 yaşdan yuxarı olanlar üçün qaçış faydalıdırmı? Yeni araşdırma göstərir ki, 50 yaşdan yuxarı insanlar üçün qaçış hərəkətliliyi artırmağın ən sadə və təsirli yollarından biridir. Health Mail.ru-nun məlumatına görə tədqiqat yaşlanmanı modelləşdirən siçanlar üzərində aparılıb və nəticələr koordinasiya, çeviklik və hərəkət sürətində əhəmiyyətli yaxşılaşma göstərib. Mütəxəssislər bildiriblər ki, orta yaşlı siçanlarda 30 gün ərzində qaçış imkanı yaradıldıqda onların dopamin ifrazı aktivləşib və beynin hərəkətə cavabdeh sahələrində sinir ötürülməsi güclənib. Bu proses fiziki gücü dəyişməsə də onların hərəkət qabiliyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıb. Araşdırma göstərir ki, müntəzəm yüngül qaçış və ya sürətli gəzinti 50 yaşdan yuxarı şəxslərdə oynaqların çevikliyini qorumağa, gündəlik fəaliyyətləri daha rahat yerinə yetirməyə və ümumi həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.